İnşaat Konstruksiyaları Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayət var. Vətəndaş Ələmdar Rzayev şirkət tərəfindən aldadıldığını iddia eləyir. Vətəndaş həmin şirkətin inşa etdiyi binadan mənzil alıb, amma evinə daxil ola bilmir. Səbəb nədir? Bəs onun ödədiyi vəsait necə olacaq? Əməkdaşlarımız məsələyə aydınlıq gətirməyə çalışıb. Şikayətçi Ələmdar Rzayev İnşaat Konstruksiyaları Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aldadıldığını iddia edir. 2024-cü ildə bu binadan mənzil almışam. Hal-hazırda mənzil müqaviləsi bağlanılıb. Mən müdiriyyətə yaxınlaşıram. Keçən il 25-ci ildə mənzil təhvil verilməli. Təhvil vaxtı gəldik. Dedilər ki, bəs heç cürə mümkün deyil. Nəyə görə dedim? Dedilər ki, bəs ev bir neçə nəfərə satılıb. Onun haqqında indi qalmışıq belə, yəni tək mən deyiləm. Yəni mənim kimisi bir neçə nəfər adamlar var ki, hamı evlərin üstü bir-birinə düşübdür. Yəni bilinmir ki, kimindir, ya hası nəyindir. Yəni əvvəl müqavilələrə bağlanıb, şirkətin özü mühürü var, hər bir şey var, amma digər sənəd saxtadır. Adı çəkilən şirkətin rəsmisi Rauf Əliyevlə əlaqə yaratdıq. Ələmdar Rzayev sənədi saxtadır. Ələmdar Rzayev bilmir, onun sənədi kim verib ona. Rauf müəllim, kim verib o sənədi ona? Bizim də əlumatımız yoxdur. Ələmdar müəllim yaxşı bilir o məsələni. Oldu, sağ olun. Rauf bəy, çəkiliş apararkən şahidə olduq ki, Ələmdar Rzayev tək deyil. Kameramızı görən Elza Axundova da bizə yaxınlaşıb şirkətdən şikayətçi olduğunu söylədi. Həyət evini qızım satmışdı. 2 quda yığışdıq, 2 quda. Yığışdıq, pul topladıq, gəldik. Gəldik 50.000 pulu saydım ofisdə, burada ofisdə. Zahirə verdim pulu, idarədə ofisdə, Rəsul idi, Rauf idi, Xalidə, Katibə, nə bilim, nə. Verdim pulu, çıxdım. Ay qardaş, böyük sabah, böyük nəvəmin adını aldım. Məmmədov Turan Tərlanoğlu. 2 otaq, 50.000'i verdim. Day, nə bilməyim, hər gün məni aldatdılar. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, vətəndaş yeni tikililərdə mənzil alarkən alqı-satqı müqaviləsinin dövlət qurumlarında reyestri aparılmır. Ona görə də bu kimi hallar ortaya çıxır. Hər hansısa bir yeni tikilməkdə olan çox mənzilli yaşayış binalarında mənzillər alarkən mütləq şəkildə vətəndaşlar kiçik araşdırma aparmalı. Ən azından hər hansısa bir internet resursları üzərində həmin şirkətin adını yazmaqla, həmin şirkətlə bağlı olan bütün şikayətlər vətəndaşın göz önündə olacaq və həmin şirkətlə bağlı aidiyyətli güc strukturlarına müraciət edərək həmin tikinti şirkətində vətəndaşların aldadılma halları ilə bağlı məlumat əldə edə bilərlər. Vəkil Elçin Kazımi isə deyir ki, vətəndaş məhkəməyə müraciət edə bilər. Vətəndaşla hüquqi şəxs arasında mənzil kooperativ arasında bağlanan müqavilə o bir hüquqi sənəddir və bununla bağlı hər bir halda vətəndaşların hüquqları pozulursa, onlar bununla bağlı məhkəməyə müraciət edə bilərlər. İndiki məqamda məsələ məhkəmə müstəvisində həll oluna bilər. Qanuna sığınıb addımlar atmaq lazımdır. Şikayətçi Ələmdar Rzayev elə Elza Axundova da öz hüquqlarını yalnız bu yolla müdafiə edə bilərlər. Rövşən Tahir, Yalçın Əmirzadə, Şəhriyar Əhmədli, ATV Xəbər.